Dostlar, salam, mən Kamran Bəyəziz. Bugünkü dərsimiz DaVinci Resolve olacaq. Bugün videoqraflara və video montaja təzə başlayanlar üçün DaVinci Resolve proqramını dərs vəsaiti kimi başa salacağıq. İlk dəfə mən video montaj edəndə birinci dəfə Premiere Pro ilə başladım. Daha sonra görürdüm ki, Premiere Pro stabilizator atanda başlayır atmağa. Və o qədər əsəb gətirirdi ki insana. Ondan sonra mən keçdim DaVinci Resolve-a. Artıq bir neçə ildir ki, professional şəkildə biz bununla məşğul oluruq və çox rahatdır. Premiere Pro da bəzi üstünlükləri var. Amma mənim üçün şəxsən DaVinci Resolve daha rahatdır, nəinki Premiere Pro. Başlayaq. Baxın, bizdə birinci bu hissədən başlayırıq. Proyektə tıklayırıq. Və bizdə artıq açıldı. Mən bir dənə video atım bura ki, montaj hissə göstərmək üçün nə işə yarayır və atdıq. Ekranımıza belə bir bildiriş gəlir ki, mən frame rate-i dəyişim, yoxsa yox. Bizim bu change basmağımız daha məsləhətlidir və başladıq. İlkin olaraq nədən başlayacaq? İndi sizə interfeysi başa salım. Yenə deyirəm dostlar, məhz bu video yeni başlayanlar üçündür. Deməli, gəlirik bu hissəyə. Bu hissədə artıq montaj işlərimizi çox rahatlıqla görə biləcəyik. Mən videonu qısaldım ki, bizə o birisi lazım olmayacaq. Sırf bunun üzərində işləyəcək. Deməli, bizdə ilkin olaraq bu hissəyə nəzər yetirək. Bu hissələrdə nələr var? Bu knopka bizdə videonu oynatmaq üçündür. Məsələn, istəyirsiniz buradan basıb video artıq başlayacaq getməyə, dayandırmaq istəsəz, bunu basaraq siz dayandıra bilərsiniz videonu və yaxud da klavişdən space basanda video hərəkətə gəlir. Bir dəfə də basanda artıq video dayanır. Bu knopka isə, baxın, burada kəsilmə var videoda. Biz bunu basanda artıq bu hissəyə keçəcək. Bu nə deməkdir? Video öz-özünə, ancaq timeline-da olan videolar öz-özünə fırlanacaq. Gəlin nəzər yetirək. Məsələn, tutaq ki, qayıtdı lap birinci hissəyə. Mən videonu biraz da qısaldım ki, biz rahat olsun. Hətta 3 saniyə belə edək. Aha, bu knopka ilə biz istədiyimiz videonu kəsə bilərik çox rahatlıqla. Görsünüz. Ctrl-Z-yə basıram və həmənki yerə qayıdır. Bu işarə nədir? Bu işarə, məsələn, indi sizin fərqi görəcəksiniz. Məsələn, bu indi hal-hazırda yanılı deyil. Biz bu videonu əgər buna birləşdirmək istəsək, görürsünüz, çox rahatlıqla istədiyimiz yerdə saxlatdıra bilərik. Ancaq bu işarə yanılı olanda yapışır deməkdir. Və yaxud da belə deyək, əgər sizdə burada uzaqlıq, boşluq varsa, siz bura mışqanın sağ tərəfini bir də vururuq, belə bir işarə gəlir və delete hissəsini basanda bu artıq özü yaxınlaşır. Bu işarə isə timeline-ı yaxınlaşdırır, istədiyiniz kimi və yaxud da uzaqlaşdıra bilərsiniz. Keçək indi növbəti hissəyə. Burada Mixer var, Media Data var və Inspector var. Mixer bu səslə bağlıdır. Media Data bu hansı kadrlarda çəkmisiniz? Baxın, göstərir. Mən 264-də çəkmişəm, 60 FPS-də çəkmişəm, 1920-nin 1080-də çəkmişəm. Bu hissədə də artıq səs məlumatları bizə göstərilir. Bunu bağlayaq. Inspektor keçək. Inspektorda nə var bizdə? Transformda, Inspektor transformda bunu bir dəfə basanda, məsələn, bağlanır. Bir dəfə yenə basanda artıq açılır. Zoom var. Videonu istədiyiniz qədər yaxınlaşdıra bilərsiniz və yaxud da uzaqlaşdıra bilərsiniz. Bu knopkana basanda isə, məsələn, tutaq ki, siz
videonu olduğu kimi geri qaytara bilərsiniz. Bu pozisiyon isə bizdə nəyi göstərir? Sağa sola və aşağı yuxarını. Buradan sağa sola fırladırıq. Bu hissədə də artıq aşağı və yuxarı edə bilirik görüntünü. İndi bunu da həmən ki verək. Qaytaraq. Rotation isə videonu 90 dərəcə fırlatmaq üçündür bu hissəsi. Bu hissələrə məsləhət görmürəm. Hələ ki ilkin olaraq başlamısınızsa, crop, gəldik cropa, bu hissəni bağlayaq. Cropda deməli nədir? Filmlərdə görmürsünüz, aşağı və yuxarılar qaradır. Yəni sinematik. İndi düzdür, bu məsələn biz onu elə fayda çəkməmişik, ancaq biz bunu məsələn tutaq ki, sinematik eləmək istəyirsinizsə, baxın buradan bu aşağı yuxarıdan idi, bu da aşağıdan etmək olur. Sinematik bir nəsə əldə et videonu sinematik etmək olur. Və yaxud da siz bundan videonun axırında da qapanış kimi istifadə edə bilərsiniz. Nə edirik? Məsələn, tutaq ki, bunun ən axırına gələk. Bu işarəni basırıq buradan və ən axıra doğru gedirik. Burada isə artıq biz bunu belə bu hissəni də biraz belə eləsək, artıq video bağlanacaq bizdə. Gəlin baxaq. Düz bağlandı. Məsələn, indi mən burada sizə göstərmək üçün edirəm. Bunu daha da yavaş etmək olur. Məsələn, bu hissəni buradan eləsəz daha yaxşı, rahat olacaq. Bunu da indi həmən ki yerinə qaytaraq. Video çəkəndə biz əgər kadrı yaxınlaşdırmamışıqsa ki, görüntü yaxşı alınsın, biz bunu aktiv edib swipe eləsək, baxın görün yaxınlaşır. Video getdikcə yaxınlaşır, amma burada bilinmir. Çünki biz uzağa doğru çəkəndə uzağa doğru, özümüz uzağa doğru getmişik. Bir də eləsək artıq buradan çox rahatlıqla baxın, görürsünüz video uzaqlaşır. Bu effektdən əgər istifadə eləsəz, bu da yaxşı effektlərdən biridir DaVinci-də. İndi söndürək, fərqi siz özünüz görəcəksiniz. Gördünüz, bu artıq mənim çəkdiyimdir. Mən bu videonu belə çəkmişəm uzaqlaşaraq. Növbəti, burada stabilizator da var. Bu stabilizator nə işə yarayacaq? Deyək ki, siz əgər videoda əllə çəkmisiniz, stabilizatorla yox. Video demək olar ki, çox pis oynayır. Siz buradan simulatoru, mən həmişə sizə öz bildiklərimi sizə öyrədirəm, mənim özüm istifadə etdiyimi simulatora qoyursunuz və buradan da mən adətən 0-dan 1000-600, 1000-400 arasında qoyuram və buradan stabilizator artıq deyəndə ki, olsun, bizdə artıq getdi, gördünüz. Bir şey də nəzərə alın, əgər stabilizatoru versəz, bu cropa doğru gedəcək, yəni video balacalaşacaq, bax gördünüz. Məndə çox oynanış yoxdur deyənə bu çəkimdə, demək olar ki, az hissəsini cropa doğru etdi. Keçək növbəti mərhələyə. Bu mərhələdə, məsələn, bu hissəsini artıq başa düşdünüz, növbəti hissəyə keçək. Bu hissədə bizdə videoda olan bizim timeline atdığımız videolar var. Bu timeline özündə buna heç vaxt toxunmayın. Deyək ki, bu videonu silmişsiniz, bu kadrı silmişsiniz və bu kadrı baxırsınız və buradan atıb yenidən timeline'a ata bilərsiniz. Mən bunu biraz qısaldım bayaqki kimi. Növbəti effektlərə keçək indi. Effektlər hər bir proqramda olduğu kimi bu proqramda da müxtəlif cür effektlər var. İstəyir səs üçün, istəyir video transition üçün, istəyirsə də məsələn yazı üçün. Baxın, effektlər, bunu bağlayaq və effektlərə bu hissə artıq bizə effektlər verilir. Video transitionlar üçün baxın, buradan müxtəlif cür ürəyiniz nə qədər istəyir transitionlar var. O qədər çoxdur ki, yəni mən ümumiyyətlə bunlardan ümumiyyətlə istifadə eləmirəm.
zövqə uyğun olaraq siz istifadə edə bilərsiniz. Burada səs üçün transitionlardır. Bu hissədə artıq siz yazı yazmaq, videonun üstünə yazı yazmaq üçün istifadə edə bilərsiniz. Müxtəlif cür yazı nümunələri var. Məsələn, birini götürək, ən sadəsi. Atdıq bura və burada biz bu yazını dəyişmək istəyirik. Nə edirik? İnspektoru biz bağlamışdıq. Biz bunu açırıq yenidən. Artıq bizdə, baxın, bu hissədə istədiyimiz yazını yaza bilərik. Tutaq ki, mən öz adımı yazam, Kamran. Və bunu fondların da bu hissədə, baxın, bu fondun dəyişməsi üçündür. Deyək ki, bu fonu, hər hansı bir fondu seçək. Bu hissəni, bu fondu seçdik. Yazının rəngini bu hissədən dəyişə bilərik. Məsələn, ürəyiniz istədiyi rəngi OK basanda artıq o rəngə dönür. Yazını böyüdüb kiçildə bilərik buradan və yaxud da yazını digər tərəfdən, bax, bu hissədən də böyüdüb balacalaşdıra bilirik. Həmçinin burada sağa və yaxud da sola, bu hissədən də aşağı və yuxarı edə bilirik. Bir nüansa burada diqqət etməlisiniz. Əgər siz yazını edirsinizsə, sırf bunun üzərində olmalıdır. Baxın, qırmızı işarələrlə qeyd olunub. Əgər bu əliniz dəyib bu hissəyə keçsə, siz buradan zoomdan istifadə etsəz, bu videoya təsir edəcək. Ona görə də işləyəndə mütləq şəkildə bu hissəyə mütləq şəkildə nəzarət edəsiniz ki, məsələn, yazı yazmaq üçün, əgər yazı yazmaqda hər hansı bir dəyişiklik etmək istəyirsinizsə, bunun üzərində olmalıdır və yaxud da video üzərində dəyişiklik etmək istəyirsə, bunun üzərində olmalıdır. Növbəti. Bu hissədə artıq effektlər görünür. Məsələn, burada binokul kimi baxmaq effekti tamamilə pulsuzdur. Bu hissədə müxtəlif cür effektlər mövcuddur. Dron, nə bilim, telefon zəngi kimi, Skype, daha doğrusu bu Skype oxşuyur. Keçək növbəti hissələrə. Burada artıq siz zoomlar, burada artıq sizdə blurlardan istifadə edə bilərsiniz. Cürbəcür, müxtəlif cür effektlər mövcuddur. Mən qısa-qısa danışıram. Niyə görə? Çünki bizdə bu hal-hazırda professionallar üçün nəzərdə tutulmuyor bu dərs. Bu dərs yeni başlayanlar üçün nəzərdə tutulub. Bu hissədən demək olar ki, bildiniz. İndi keçək timeline'ın özünə. Mən bu hissə haqqında sizə məlumat verdim, amma bu hissə haqqında məlumat vermədim. Keçək indi bu hissəyə. Bu hissədə biz məsələn tutaq ki, toxunsaq görürük ki, səs onunla bir gedir. Baxın. Biz istəyirik ki, tutaq ki, biz istəsək ki, səs bundan ayrı olsun, səs düşməsin. Mışqanın sağ hissəsinə toxunuruq. Link klip var. Bura artıq basanda biz videonu səsindən ayıra bilirik. Delete basıb və silindi. Və yaxud da bizim əlimiz dəyib silinibsə, Ctrl Z-ni basaraq biz onu geri qaytara bilirik. İndi keçək, tutaq ki, siz videonu slow motion eləmək istəyirsiniz. Onda nə edəcəyik? Yenə həmənki kimi mışqanın sol düyməsinə basıb, burada artıq Retime Controls var. Bunu basaraq artıq burada bizə göründü ki, siz slow motion edə bilərsiniz. Əgər sizdə video məsələn bu cür olmasa, tutaq ki, belə olsa, siz buradan dəyişə bilməsəz, bu hissəni basıb videonu biraz yekəldə bilirsiniz və yaxud da səsin udarlarını görmək üçün bu audio hissəsini çoxaldıb artıq siz udarlarını görə bilirsiniz.
Bunu bağlayaq, keçək slow motion necə edirik onu baxaq. Deməli, toxunduq bura, change speed. Məsələn, 50% qoya bilərsiniz, 75% qoya bilərsiniz, 25% qoya bilərsiniz. 25% məsləhət görülmür. Mən bu videonu 60 FPS-ə çəkmişəm, 50% istəyirəm ki, slow motion olsun. Baxın, artıq video slow motion oldu. İndi deyək ki, siz bu hissəsinə qədər slow motion olsun, bundan sonraki hissə artıq normal öz qaydasına geçsin. Onda nə edirik? Yenə bu işarəyə toxunub add spend pointer basırıq bir dəfə və burada biz artıq bu hissədə artıq dəyişikliklər, məsələn istəsək bu hissəni, məsələn burada slow motion'u dəyişək, tutaq ki 100-ə qoyaq, bu hissəyə keçmir. Və yaxud da bu hissəni uzatmaq istəsək yenə gəlirik, 25% edirik, bu hissəyə qətiyyən toxunmur. Baxın, indi qaydasına qayıtın. Gəldik, slow motion'dur və ondan sonra artıq öz gəldik slow motion'dur və ondan sonra artıq sürəti normal video tərzinə dönür. İndi keçək, məsələn, tutaq ki, bu hissələri slow motion'u bildiniz, səsini necə yığışdırmalısınız, onu bildiniz. Keçək rəng hissəsinə. Tutaq ki, deyək ki, videonuz qaradır və siz orada videonu dəyişmək istəyirsiniz, ağartmaq istəyirsiniz və yaxud da ağdırsa qaraltmaq istəyirsiniz. Bu hissədən bizdə nə deyir? Bu hissədən siz temperaturunu istəsəz soyuğa keçirə bilərsiniz, istəsəz isti hissəsinə keçirə bilirsiniz. Buradan kontrastdır. Bu shadow hissələrdir. Burada da saturation'ı azaldıb çoxalda bilərsiniz. Carved isə baxın buradadır. Məsələn, mən yuxarı eləyəndə artıq yanma hiss olunur. Bunu biraz aşağı eləyəndə burada da göründüyü kimi normal qaydasına düşür. Və yaxud da LUT əlavə eləmək istəyirsiniz. DaVinci-nin əsas sevdiyim cəhətlərindən biri də özünün LUT-ları olmasıdır. Məsələn, burada ürəyiniz istədiyiniz qədər LUT var, ürəyiniz nə qədər istəyir LUT var. Məsələn, birinə qoyaq, film LUT-larından, məsələn, Fujifilm deyək ki, bunu biz hal-hazırda qoyduq və istəyirsiniz ki, biraz LUT-dan biraz azaldarsınız. Görürsünüz, buradan məsələn, mən həmişə hər hansı bir LUT-a qoysam, tutaq ki, LUT-u dəyişəm, bu LUT xoşuma gəlmədi. Tutaq ki, mən Fujifilm əlavə eləmişəm, X-H2S və bu. Mən məsələn, tutaq ki, bunu sevdim, bulutu, ancaq bunu biraz da azaltmaq istəyirəm, rəngim falan. Bu hissədən 300-400-ə qoysaq kifayət edir. Baxın, bunun üstünə, 2-nin üstünə basanda sönür. Əvvəl, sonra. Əvvəl necə idi, sonra necə oldu. Görüntü gözəlləşdirir. Demək olar ki, bu hissəni də siz bildiniz, artıq render hissəsinə keçək. Bu hissədə videonun adını istənilən tərzdə qoya bilərik. Tutaq ki, mən yazıram Kamran. Videonu harda saxlanıc eləmək istəyirsiniz, bizdən soruşur. Location. Tutaq ki, Rабочий stola qoyduq və save elədik. Daha sonra düşürük nəyə, hansı nüansı fikir verməliyik. QuickTime-ı siz MP4-də dəyişin, Network Optimization-ı quş işarəsini basın ki, çox yerlərdə sizə kömək olacaq video, yəni qalan heç bir şeyə əl vurmayın. Ondan sonra Art Render-ə basıb, Render ala artıq basanda biz renderimiz artıq başlayır və video hazır olur. Deyək ki, videomuzda kadrda bunları ayrı-ayrı render eləmək istəyirsiniz. Bunu necə edə bilərik? Deməli, gəlirsiniz yenə həmən ki, bu işarəyə bastınız və burada artıq siz individual klip edirsiniz. Bu artıq bu iki videonu ayrı-ayrı sizə render edəcək. Bastırıq. 1, 2. Ayrı-ayrı videolar kimi bizi saxlanıc elədi.
Dostlar, bu günlük bu qədər. Təkrar kimi olmasın. Bu video sırf montaja təzə başlayanlar üçündür. Özünüzə yaxşı baxın. Hələlik.